Salamlar. Bugün Qurban Bayramıdır. Və bu bayramın çox qədim, maraqlı, həm də kifayət qədər həyəcan verici bir tarixçəsi var, əziz dostlar, izləyicilər. Bilirsiniz, şübhəsiz hər biriniz dini kitablarda bu bayramın meydana gəlməsindən əlaqədar əks olunmuş rəvayətlərlə tanışsınız. Bunu təkrarlamayacağım. Ancaq antik mədəniyyətlərdə belə bir adət var idi. İnsan qurban etmək. Qədim cəmiyyətlər, antik cəmiyyətlər özlərini müxtəlif xəstəliklərdən, müharibə dəhşətlərindən, təbiət hadisələrindən, tanrıların qəzəbindən sığortalamaq üçün insanları qurban edirdilər. Xüsusilə də uşaqları yeniyetmələri. Hətta arxeoloji qazıntılar aparılıb dünyanın bir sıra bölgələrində və kütləvi məzarlıqlar aşkarlanıb orada uşaqlar, yeniyetmələr dəfn olunublar. Bu həm şərq mədəniyyətində olub, həm qərb mədəniyyətində. Və günlərin bir günü bir dahi şəxsiyyət meydana çıxdı və insanları qurban etməyin deyə bilməzdi. Bunu hər birimiz anlayırıq. O günün tarixi şəraitini nəzərə alaraq və bax, belə bir addımla insanların, uşaqların qurban edilməsini, ki, uşaqlar ən köməksiz vəziyyətdə olan insanlardır, qarşısını ala bildi. Sonradan bunu digər dinlər və mədəniyyətlər tədricən qəbul etdilər və bu şərtlərə əməl etməyə başladılar. İnsan qurban etmə adəti tədricən yığışdırıldı. Və günümüzdə isə texnologiyalar inkişaf edib, yemək qida sənayesi inkişaf edib. İndi hazır məhsullar vasitəsilə də bu Qurban Bayramının şərtlərini yerinə gətirmək olar. Bu mənim şəxsi fikrimdir. Ümidvaram anlayışla qarşılayarsınız. Və Qurban Bayramının ötürdüyü mesaj birlik, bərabərlik, həmrəylik, empati, başqalarının qarşısına qalmaq və s. Bunlardan ibarətdir. Hələlik Qurban Bayramınız mübarək.